Bakı Gənclər Mərkəzində Ahəng Psixoloji Dəstək və İnkişaf İctimai Birliyinin təşkilatı dəstəyi ilə yazıcı publisist Şamil Ənvəroğlunun Qərbi Azərbaycandan deportasiyaya, Qarabağ müharibəsinə və müqəddəs şəhid ruhlarına həsr edilən Yaşanmayan Ömürlər romanı və Məni Sevsən Elə Sev Ki şeirlər kitabının təqdimatı keçirilib. Dövlət himni səsləndirildikdən sonra Şamil Ənvəroğlu və onun yeni kitabları haqqında qısa məlumat verərək romanın tanıtımı ilə bağlı bir videoçarx təqdim etdi. Videoçarxdan sonra səhnəyə dəvət olunan müəllif Şamil Ənvəroğlu öncə qonaqları salamladı. Sonra isə Yaşanmayan Ömürlər romanının mövzu və məqsədi haqqında qısa məlumat verdi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Şamil Ənvəroğlu özü haqqında və əsərlərinin ana xətti haqqında qonaqlara geniş məlumat verdi. Tarixi gerçəklərin ədəbi əsərlər vasitəsilə gələcək nəsillərə çatdırılmasının vacibliyindən, o cümlədən Qərbi Azərbaycandan deportasiya haqqında, Qarabağ müharibəsi və ölməz şəhidlərimiz barədə danışdı. Qeyd edeyim ki, mən Şamil Ənvəroğlu, yazıcı, publisist, Yaşanmayan Ömürlər romanının təqdimatına toplaşmışıq. Bu roman Qərbi Azərbaycan deportasiyasından başlayaraq Qarabağ savaşı, şəhidlərlə bağlı yazılmış, son illərdə yazılmış deyərdim, ən iri həcmli romanlardan biridir. Və istərdim ki, Azərbaycan cəmiyyəti bu romanı alıb oxusunlar və baxsınlar ki, doğrudan da Azərbaycan bu haqq savaşında zəfərə gələn yolda və zəfərdən sonraki həyatımızda təkcə şəhidlərimizlə, təkcə qazilərimizlə bərabər eyni zamanda şəhid analarının çəkdiyi ağrıları duya bilsinlər və düşünürəm ki, bu əsərin əsas özəlliyi ondan ibarətdir ki, biz bu əsərdə təkcə müharibə faciəsini deyil, Azərbaycan insanının həyatını verməyə çalışmışıq. Hesab edirəm ki, bu hər bir oxucu üçün maraqlı ola biləcək bir əsərdir. Ən əsası kitablaşaq, kitab alaq, kitab oxuyaq və bu hər birimizin inkişafı naminə böyük bir təsəllidir. Bildirmişsiniz ki, bu romanda hər kəs özünü tapacaq. Çox maraqlı sualdır. Romanın təbii ki, giriş fəsilləri, ümumiyyətlə roman 13 fəsildən ibarətdir və hər fəsil bir kitabdır. Kitab içində kitablar var, belə deyim. Və bunların hər biri doğrudan da həyatımızın bir parçası olan xanımlarımızın həyatından, alınmayan həyatlardan, yaşanmayan ömürlərdən, dəfn olunmuş arzularla bağlı yazılmış bir fəsillərdir. Və əminəm ki, doğrudan da bu kitabda istər xanımlarımız, istər bəylərimiz öz mövqeyini tapacaqlar, öz həyatından nəsə bir cümlə də olsa tapacaqlar və bu mənim üçün fəxr ola bilər ki, qürur duyarım ki, oxucularımız orada bir cümlə də olsun həyatından tapıb, geri dönüş edib yazalar ki, dəyərli Şamil Ənvəroğlu, biz şadıq ki, sizin kitabda öz həyatımızla bağlı nəsə görmüşük. Bir şey maraqlı, Şamil bəyə görə elektron kitablar, yazı kitabını, çap olunmuş kitabını əvəz edə bilər. Dünyamız müasirləşir, dünyamız dəyişir. Təbii ki, elektron kitablar bugün aktual bir mövzudur. Amma hesab edirəm ki, necə ki, kino çıxdı amma teatr unudulmadığı kimi, elektron kitablar da çıxmağı bizi kağız unutura bilməz. Çünki bu kağız formatı elə bir şeydir ki, bu canlı təmasdır və bu canlı təmas mütləq insanların nə vaxtsa kütləvi formada geri dönüşünə səbəb olacaq. Bir gənc oxuyucu Şamil bəy kitabını yazır. Bu kitabda gənclərin gələcəyi üçün maarifpərvər mövzular çoxdur və düşünürəm ki, hər bir gənc bu kitabda oxuyanda həm vətənpərvər ruhda böyüməsi baxımından, həm insan kimi formalaşması baxımından. Çünki əsərin ana qayəsi insanlıqla bağlıdır. İnsan qalaq həmişə mövzu budur. Mənəvi dəyərlərimizi qorumağı bacaraq, mütaliəni etməyi bacaraq və çalışaq ki, həmişə biz kitab birimizə ən gözəl hədiyyə nə ola bilər? Kitab ola bilər. Bu gənclərimiz alıb oxusunlar və əminəm ki, onların həyatında mütləq bir dönüş nöqtəsi yarada bilər bu kitab. Bunu əminliklə deyirəm, yəni bildirirəm. Bugün doğrudan da kitabın bayramıdır, bugün sözün bayramıdır, bugün ədəbiyyatın bayramıdır və bugün o ədəbiyyatın işığına bu qədər insanın toplaşması məni sevindirir, qürurlandırır. Demək ki, kitab oxumaq keçmişdə qalmayıb, elektron kitab, kağız kitabı unutturmayıb və bu mənim üçün fəxrdir və Tanrı hər birimizi qorusun. Gözəl günlərdə görüşək, bol-bol mütaliələr hər birinizə. Çox təşəkkür ederim. Təbrik edirik. Çox sağ olun. Salam Səbuhi bəy. Zəhmət olmasa bugünkü tədbirlə bağlı münasibətinizi bildirəriz, fikirlərinizi. Təşəkkür edirəm. Öncəliklə qeyd edeyim ki, mən şair yazar Səbuhi Zaman. Bugün çox dəyərli dostum Şamil Ənvəroğlunun kitab təqdimatında iştirak edirəm və bu iştirakdan da qürur duyuram.
məni sevsən elə sev ki, elə kitabın adında olan bu şeiri mən qiraət etmişəm bir qiraətçi kimi milyonlarla izləyicisi var həmin bu videonun. Şamilə buradan uğurlar arzu edirəm. Şamil ədəbiyyat sahəsində özünə məxsus bir ruhu ilə, qələmi ilə fərqlənir. Ümumiyyətlə biz şair xalq deyirlər bizə. Çoxlu yazarlarımız var, amma Şamilin ruhu tamamilə fərqlidir. İllərdir biz dostluq edirik onunla. Dostluq bir yana, mən ədəbiyyatçı olaraq tamam fərqli yanaşıram onun yazdıqlarına. Yəni obyektiv olaraq fikrimi söyləyirəm. Şamil çox istedadlı, insanların nəinki ürəyinə, ürəyin iliyinə qədər enə biləcək misralar var. Uğurlar arzu edirəm Şamil. Sənə uğurlar arzu edirəm. Digər kitabı da Yaşanmayan Ömürlərdir. Arzu edirəm ki, o həmin yaşamadığın ömür ki var, o ömür misralarda hardakı o qəmli, qüssəli nüanslar ki var, onlar sevinclə əvəz olunsun, yerdə qalan ömrünü sevinclə yaşayasan. Ancaq kədərli deyil, sevincli misralar gözləyirik biz səndən. Uğurlar arzu edirəm, sizə də təşəkkür edirəm.